İbn Qayyim rahimullah dedi, sələflər dedi, günahlar küfrün xəbərçisidir, necə ki hərarət ölümün xəbərçisidir. Haramlar işləndikcə vərdişlik yaradar, bir müddət sonra adiləşər, ən sonunda halalmış kimi gəlməyə başlayar. Bir sonraki addım isə küfrdür. Allah Azze ve Celle dedi, şeytanın addım izlərilə getməyin, deyə buyurur. Elə ki küfrə gedən yol ilk addımda şeytana uymaqla başlayır. İbn Abbas radiyallahu anhuma dedi, ey günah işləyən kəs, özünü pis sonluqdan qurtulmuş zənn etmə. Çünki günah özü ilə yanaşı daha ciddi bir günah gətirər. Sənin çiynindəki iki mələkdən həya etməyib, utanmadan günah işləməyə davam etməyin, işlədiyin o günahdan daha pisdir. Sən Allahın sənə nə edəcəyindən xəbərsizsən və hələ də gülə bilirsən. Sənin günahlar içində ikən sevinməyin, işlədiyin günahdan daha pisdir və sənin günahlar üçün kədərlənməməyin, işlədiyin günahdan daha pisdir.